Sizə kiçik bir qaydadan danışım. Deməli, əgər n samitindən sonra m ya da b samiti gələrsə, bu zaman nə baş verir? O baş verir ki, n samiti özü m-ya çevrilir. Yəni b kimi tələffüz olunacaq. Məsələn, tutaq ki, götürək, belə bir söz götürək. Gün, bəs. Baxın, götürək, deməli, hansı sözü götürək? Məsələn, sönməz sözün, məsələn. Sönməz. Baxın, nə baş verəcək tələffüzdə? N-dan sonra b gəlibsə, olacaq gün, bəs. Sönməz deyə tələffüz olunacaq. Günbəz, sönməz. Bu şəkildə tələffüz olunacaq. Amma belə deyək də, elə sözlərimiz var ki, bunları testdə belə sözləri çox salırlar. Elə özü əvvəldən m-la yazılır. Məsələn, necə olur? Hambal sözünün tələffüz formasında verir ki, orfoqrafiyada, orfoepiya testlərində, dimdə də var belə sözlər. Məsələn, hambal sözünü verib tələffüz qaydası kimi, məsələn, verib hambal. Deyir ki, bunu kimi bir neçə dənə sözlər filan verir. Deyir ki, hansının tələffüzündə n samiti var, hansında yoxdur. Bax, bunu bilmək üçün siz o sözləri göz yaddaşı ilə maksimum dərəcədə yadda saxlamağa çalışın. Bu hansı sözlərdir? Bunu qaydanın videonu göndərəndə altında göndərəcəm. Testlərdə də, kitablarda da var. Məsələn, ən çox düşən ambisiya sözü var. Məsələn, ambisiya. Pambıq sözü var. Sonra lampa var. Lampa. Ondan sonra qumbara var. Bax, qumbara çox düşür. Qumbara. Qumbara sözü. Sonra nə sözün deyək? Kömbə. Kömbə. Sonra pambığı dedim. Pambıq. Bax, belə sözlər. Çoxdur belə sözlər. Simfoniya var, ansambl var. Baxın, ansambl. Bu hardasa testdə qarşıma çıxmışdı. Görsünüz yazılışın. Ansambl. Ansan, n-b yazılmır. M-b ilə də öz əvvəldə. Olduğu kimi də tələffüz olunur. Sonra kombinat var, bomba var, kompot var, məsələn. Sonra hansı söz var? Simfoniya, məsələn. Simfoniya. Bu n-la yazılmır, simfoniyadır. Məsələn, bunu da çaşdırır bəzən uşaqlar. Bunu simfoniya. Bəzən bunu n-la düşünürlər. Elə deyil. M-la tələffüz olunur. Simfoniya. Sonra nə deyə bilərəm? Məsələn, hansı sözləri deyə bilərik? Peyğəmbər sözün, məsələn. Peyğəmbər. Bunlar göz yaddaşına yadda saxlayın. Bu sözlər çox düşürlər. Bunları yadda saxlayın ki, özü əvvəldən m-la yazır. Bu qayda budur. Çox rahat bir qaydadır. N-dan sonra m və ya b gələndə n m-ya çevrilir.